Salam, bugün sizinlə region psixoloqlarının işə qəbul imtahanında dünya görüşündən istifadə olunmuş suallardan tanış olaq. Sual 1. Uyğunluğu müəyyən edin. Birinci Dünya müharibəsi nə zaman başlayıb? 1914-cü ildə. Gülüstan müqaviləsi nə zaman imzalanıb? 1813-cü ildə. Aprel döyüşləri nə vaxt baş verib? 2016-cı ildə. Azərbaycanın Demokratik Respublikası nə zaman yaradılıb? 1918-ci ildə və yaxud AXC-nin yaradılması da ola bilər. Deməli, 1-ə uyğundur 1914C, 2-yə uyğundur 1813A, 3-ə uyğundur Aprel döyüşləri D, 4-cüyə uyğundur 1918B, C, A, B, D, B. Düzgün cavabımız C variantı. İndi isə gəlin buna aid qısa materialla tanış olaq. 1914-cü il iyulun 28-də Avstriya Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə Birinci Dünya müharibəsi başlamışdır. Tarixdə Birinci Dünya müharibəsi 1918-ci ildə 11 noyabrda Almaniyanın təslim olması ilə sona çatdı. Birinci Rus-Qacar müharibəsi 10 iyun 1804-cü ildən 12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar imperiyası arasında olmuşdur. Gülüstan müqaviləsi 1813-cü il Rusiya və İran arasında imzalanmışdır. Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 5-nə kimi davam etmişdir. 1918-ci ilin mayın 28-də Məmmədəmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti 1918-2020-ci illərdə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Keçək növbəti sualımıza. Bu testlərdən demək olar ki, hər imtahanda düşür. Birinci, turizm ili 2011, sənaye ili 2014, idman ili 2010, 2012 daha doğrusu 2012 idi, uşaq ili 2009 idi, 2009, ekologiya ili 2010 ekologiya ili idi. Deməli, 2011 A, 2014 C, 2012 Y, 2009 B, 2010 D. Düzgün cavabımız A variantı. Növbəti sual. Yenə illər haqqındadır. Multikulturalizm ili 2016 idi. Azərbaycan Xalq Cümhuriyyəti ili 2018-ci il. Bunu 1918-ci il yaradılmasından yadınızda saxlaya bilərsiniz. 2018-ci il. Şuşa ili 2022-ci ildə olmuşdur. Kənd təsərrüfatı ili isə 2015-ci ildə olmuşdur. 1A, 2C, 3B, 4 isə D. Düzgün cavabımız A variantı. Çalışın bu illəri əzbərləyəsiniz. Çünki müsahibədə də verilən suallardandır. Uyğunluğu müəyyən edin. Könüllülər ili 2020, Nizami Gəncəvi ili 2021, Yaşıl Dünya naminə həmrəylik ili keçən olmuşdu 2024-cü ildə. Heydər Əliyev ili də ondan bir il öncə olmuşdu 2023-cü il. Düzgün cavabımız A, B, C deyilir sırada. A variantı. Bu illərə aid materialı hər bir yerdən tapa bilərsiniz. Uşaq ili, ekologiya ili, turizm ili ardıcıl şəkildə gedir. Bu il 2025-ci il isə konstitusiya və suverenlik il olaraq elan edilmişdir. Keçək növbəti sualımıza. Zəfər paradı
ilk dəfə aşağıda göstərilən hansı işğaldan azad olunmuş? Yəni burada işğaldan azad olunmuş da ilk olaraq hardan keçirilmişdi? Xankəndində keçirilmişdi. Görək bu haqqda materialımızda məlumat var. Aha, 2023-cü ildə Xankəndində Zəfər paradı və yaxud Qələbə paradı da deyilə bilər ki, hansı işğaldan azad olunmuş yerdə keçirilmişdir? Xankəndində keçirilibdir. Növbəti sualımız uyğunluğu müəyyən edin. Aha, gerbin müəllifi rəssam Füzuli Axundov A bəndi. Əhməd Cavad bilirik himnimizin sözlərini yazıb. B variantı. İlk dəfə olaraq üç rəngli bayrağı Əli bəy Hüseynzadə ideyasını verib. Deməli olur bu da A, B, C. C, A, B, C, A, B. Düzgün cavabımız A variantı. Materiala baxsaq. Üçrəngli bayraq ideyasını ilk dəfə buradan boşluq qoyaq. İlk dəfə Azərbaycan yazıcı, publisist Əli bəy Hüseynzadə gətirmişdir. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Himn 1919-cu ilə bəstəkar, testlərin birində bəstəkarının kim olduğu soruşulmuşdu. Bəstəkar Üzeyir Hacıbəyov və şair, amma digərində sözlərini yazan, belə deyək də, şeir olaraq Əhməd Cavad tərəfindən tərtib edilmişdir və bu Azərbaycan marşı, Azərbaycanın dövlət himni kimi təsdiq edilmişdir. Gerbin müəllifi isə rəssam Füzuli Axundovdur. Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Keçək növbəti suala. Azərbaycanın daxil olduğu ilk təşkilat hansıdır? Azərbaycanın daxil olduğu ilk təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bunu bir şəkildə əzbərləyək, yadımızda saxlayaq. Azərbaycan Respublikasının iş günü hesab olunan bayram günləri, dövlət müstəqillik günü 18 oktyabr düzdür. Konstitusiya günü 12 noyabr, bəli, bu da eyni qaydada. Milli dirçəliş günü, bəli, bu da. Deməli, düzgün cavabımız 1, 2, 3. Hər üçü də Azərbaycan Respublikasının iş günü hesab olunan bayram günlərimizdir. Azərbaycanda ən yüksək dövlət təltivi aşağıdakılardan hansıdır? Bu imtahan elə 2024-cü ilin imtahanında düşübdür. Düzgün cavabımız Heydər Əliyev ordenidir. Orada bəzi yoldaşlarımız Zəfər ordenindən qarışdırmışdı. 3 okeanla əhatə olunmuş ölkə aşağıdakılardan hansıdır? Kanada 3 okeanla əhatə olunmuş ölkədir. Baxaq materialda əlavə nəyimiz var? Sizə deyə biləcəyim. Bu artıq bir də onu deyim ki, ard-arda 2 imtahanın hər birində region psixoloqlarından söhbət gedir. Xəritədən suallar düşmüşdü. Xəritəni ağ şəkildə göstərirlər rəqəmlərdən. Suala əsasən həmin xəritədən axtarılanı tapmaq lazımdır. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.